Və davam edək uşaqlar. Deməli, ikinci nizah ilə. Cismin impulsunun zamanın asılı qrafikinə əsasən hansıların kəmiyyətlərin hansıları hesablana bilər? İmpulsuz zamanın asılığı var və deyilir hansılar hesablana bilər. Biz də hesablayıq. Deməli, biz birinci bilirik ki, delta P impulsun dəyişməsi F vur T-dir. Deməli, delta P-ni tapa bilirəm. Zamanım var. Deməli, qüvvəni tapa biləcəm. Cismə təsir edən qüvvəni də tapa biləcəm. Qüvvənin impulsunu da tapa biləcəm. FT-ni də tapa biləcəm. Amma təcili tapa bilməyəcəm, çünki kütlə yoxdur. 1, 2. Keçdik növbətiyə. Deməli, M kütləli cisim R radiusu çevrə boyunca hərəkət cismə təsir edən mərkəzə qaçma qüvvəsi F-dirsə, cismin impulsu necə təyin oluna bilər? İmpuls ümumiyyətlə M vur V-dir. Digər tərəfdən də V özü kökün altında A vur R-dir. M kökdə AR. A-nın da yerinə F böl M yazmaq olar, vur R. M-i kökün altına salanda kvadrat yüksəldici M-in birini aparacaq. Onda F, R, bir də M. Üçü də kökün altında. M, R, F, variant A. 3 nömrəli sual. Şaquli istiqamətə yuxarı atılanda uçuş müddətləri arasında hansı münasibət doğrudur? Uçuş müddəti kütlədən asılığı yoxdur. 2 V0 bölünsün J'dir. Birbaşa V0-dan asılığı var. İkinci ilə üçüncünün V0-lara eynidir deyənəm. Onların uçuş müddətləri də eynidir. Birincisi daha azdır. Daha aşağı sürətdir. Deməli, 1 kiçikdir, 2 ilə 3 də bərabərdir. Variant D. Keçək növbətiyə. 4-ə. Ümid edirəm aydındır uşaqlar, səs soraq çıxmır. Watt vur saniyə. Watt özü nədir? Joule böl saniyə. Vur saniyə. Böl metr. Bu saniyələr getdi. Joule böl metr edən Newton verəcək. Newton da nəyin qüvvə vahididir? Qüvvənin. Planet ətrafında fırlanan süni peyk üçün birinci kosmik sürət asılıdır. Birinci kosmik sürətin düsturu uşaqlar belə idi. Kökün altında J M böl R. Səni J M böl R. M planetin kütləsidir, R radiusu. Planetin kütləsi asılıdır. M bir də yer səthindən olan məsafədən də asılıdır. Əgər yer səthindən olan hündürlük varsa, R plus H da var. Planetin səthindən olan məsafədən asılıdır. Deməli, kütlədən asılıdır, məsafədən asılıdır. Süni peykin kütləsinin asılığı yoxdur. 1, 3. Variant A. Keçdik növbəti. İmpulsu P olan A cismi O nöqtəsində 2 hissəyə parçalanır. Və birinci hissənin istiqaməti P1-dir. P1 yəqin ki, buranı nəzərdə tutublar uşaqlar. Ama o demiri bunu deyir P1'i. P1 mən onu nəzərdə tuturam ki, birinci bu bursinə. Buna P1 yazmalıydı da, düz deyil. Bəli. Aha. Buna P1 yazmalıydı. Və ikinci cismin impuls vektorunun istiqaməti hansıdır? Nə etmək lazımdır? Biz bilirik ki, parçalansa belə başlanğıc impulsun saxlanma qanununa görə başlanğıc impulsla o sonraki impulsların cəmi eyni olmalıdır. Cəm dəyişməməlidir. Və onda mən P2-ni tapmaq üçün nə edə bilərəm? P-dən P1-i çıxmalıyam. 2 vektorda çıxmaq üçün çıxılanın sonundan azalanın sonuna vektor çəkilməlidir. Bunun üçün mən bunları eyni nöqtəyə gətirirəm, O nöqtəsinə. Bunu A-nı gətirirəm O nöqtəsinə. Bu belə bir şeydir. Bu da məndə olur, elə bil P-nin özü. Onda P2-də P-dən P1-i çıxanda P1-in sonundan P-nin sonuna vektor çəkirəm. Yəni 2 dama sağa. 2 dama da sağa hansıdır? B bəndi. Ümid edirəm çatdı. Keçdik növbətiyə. Ümid edirəm dərsə qulaq assan. Ümidim sağ olsun. Dərsə qulaq assan, bəli.
Ümid. Yaxşı, qoy səsi alaq. Məcburən. Ala bilmədik. Nətər oldu? Hə. Aha. Düzəldə bildik. Cisim sabit F tartı qüvvəsinin təsiri ilə bərabər təcillə hərəkət edir. Bu zaman qüvvənin gördüyü işin zamandan asılılığını istəyir. Biz bilirik ki, A bərabərdir F vur S. S də bizdə gedilən yoldursa, V0T üstə gəl AT kvadrat bölü 2-dir. Bu bərabər yeniləşən hərəkət üçün. Yəni, belə çıxır ki, A-nın T-dən asılığı kvadratikdir. Kvadratik asılıq da elə A bəndindədir. Vəssalam. Etiraz edə bilərsiniz yenə də. Keçdik. Yeniləşən olduğunu hardan bildik mən? Uşaqlar, cisim sabit F qüvvəsinin təsiri altında bərabər təcillə hərəkət edir. Biz F qüvvəsinin təsiri ilə hərəkət ediriksə, bərabər təcildir. Burada iki variant var. Ya bu hərəkət, bərabər təcilli hərəkət, ya yavaşayandır, ya yeyinləşəndir. Razısanmı? Bəli, mən. Aha, buradan bildik. Cismə F qüvvəsindən başqa bir qüvvə, sabit qüvvəsi təsir etmirsə, bu nə olur olursun, ən axırda nə edəcək? Ən axırda. Əgər hətta yavaşayan getsə belə, dayanıb sonra yeyinləşən gedəcək. Niyə? Deyək ki, bu V qüvvəsidir. V-dir. F də bu tərəfə təsir edir. Hərəkətin əksinə təsir edir. Ola bilər, bəli, ola bilər. Hərəkət necə hərəkət olacaq? Yenə də yavaşayan olacaq. Sürət getdikcə azalacaq. Axır əvvəl sürət sıfıra düşəcək. Yəni, F qüvvəsinin gördüyü iş mənfi olacaq. Axır əvvəl sürəti salacaq sıfıra və ondan sonra yeyinləşənə girəcək. Hə, onda sən qrafiki çəkmək istəsən, A-nın qrafikini necə çəkməlisən? Deməli, A-nın belə deyək ki, gördüyü iş F qüvvəsinin təsiri ilə yavaşayandadırsa, gördüyü iş mənfidir. Razısanmı? Bərabər yavaşayan gedibsə, deməli, bu iş mənfidir. Səbəb nədir? A bərabərdir, F vur S-dir. S yer dəyişmədir, F qüvvədir. Bu da F vur, S vur kosinus alfadır. Əgər hərəkət yavaşayan gedirsə, kosinus alfamız, S-imiz deyək ki, sağadır, F-imiz soladır. Aralarındakı bucaq 180 dərəcədir. Kosinus 180 da alır, mənfi 1. F vur, S vur, mənfi 1, mənfi F-S. Aha, S-in də düsturun nə cür olur olsun? Yəni, nə cür olur olsun deyəndə ki, F vur, S vur, deyək ki, V0T çıx AT kvadratdır. Düzdürmü? Qarşısında da neyi var bunun? Mənfisi. O mənfiyə vurub açanda F Mənim S olmalı deyil. nədir? S-i açıram, üzr istəyirəm. S daha yoxdur. Mənfiyə də vurub açsan, F vurulsun AT kvadrat bölü 2 çıx V0T. Yenə də T kvadratı müsbətlə qalacaq. Yəni, uzağı iki forma ala bilərik. Birinci forma, görülən iş mənfidir. Ancaq yenə də təqribən belə bir istiqamətdə, belə mi istiqamətdə olacaq? Deməli, bilirsən, T-nin müsbəti qalacaqsa, görülən iş mənfidir, lakin budağın hansı budağı qalacaq? Bu, bizdə budaq 2 dənədir də, bizdə 2 dənə budağımız var. Bəli, bu budaq qalacaq. Ya belə olasıdır, iş mənfi olacaq, üzü aşağı. Amma belə bir qrafikimiz də bizim yoxdur burada. Mən biləni yox idi. Bizə saniyə. Var mı elə bir qrafik? Yoxdur. Elə bir qrafik yoxdursa, ikinci variant qalır. Yeyinləşən, yeyinləşən də A bəndindədir. Yəni, yavaşayana getsə, iş mənfi olmalıdır. İşin qrafiki aşağıdan olmalıdır. Aşağıdan da olan qrafikimiz yoxdur. Razı yoxsa narazı? Çəkinmə. Bir də izah edə bilərəm başda. Sağ ol. Aha. Keçdik.
Şaquli istiqamətdə yuxarı atılmış cismin kinetik enerjisi 20 joule azalarsa, onda potensial enerji 20 joule artar, tam enerji dəyişməz. Vəssalam. Düzdür, geriyə buradan yazaydılar hava müqavimət qüvvəsini nəzərə alma. Amma heç nə olmaz. Cismə təsir edən ağırlıq qüvvəsi asılıdır kütlədən, yer səthindən olan hündürlükdən. Vəssalam. 1,4. Ağırlıq qüvvəsinin düsturu nə idi? J, M, M, R plus H kvadrat. Yəni, tam düsturu budur. Kütlədən asılığı var, yerdən olan hündürlükdən asılığı var. MJ düsturumuz var, oradan çıxır. Çəkisi nəzərə alınmayan yayların potensial enerjiləri arasında hansı münasibət doğrudur? Yayın potensial enerjisini biz kx kvadrat böl 2 ilə hesablaya bilərdik. Lakin burada problem odur ki, biz uzanmaları tapa bilmirik. Uzanmalar yoxdur burada, kütlələr var. Digər tərəfdən potensial enerjinin düsturunu F elastikliyin kvadratı böl 2K yaza bilərik. Bu daha sərfəlidir. Niyə? Elastiklik qüvvəsi cismin çəkisinə bərabərdir. Yəni orada mj də yazmaq olar. M kvadrat j kvadrat böl 2K. Və indi buradan hesablayaq. Birinci üçün M'in də yerində M'dir, K'nın da yerində K'dır. Elə olur M kvadrat j kvadrat böl 2K. Ancaq ikinci üçün M öz yerindədir, M kvadrat qalır. Ancaq K'nın yerində 2K'dır. 2K'nı da 2'ye vururuq, olur 4K. Növbətidə isə deməli, üçüncüdə M'in yerində 2M'dir. 2M'in kvadratı edir 4M kvadrat J kvadrat. K'nın yerində 2K'dır. Vururam 2'ye 4K. 4'lər gedir, qalır M kvadrat J kvadrat böl K. Görürsünüz, 3'te daha böyük qiymət oldu. 1'də orta qiymətdir. Ən az qiymət də 2'də oldu. Deməli, ən az enerji 2'dədir. Belə bir cavab hanı? Niyə yoxdur ki? Yoxsa səhv hesabladım. Bir də hesablayaq. Çəkisi nəzərə almayan yayların potensial enerjiləri. Dedik ki, potensial enerji düsturu F elastikliyin kvadratı böl 2K'dır. Birinci halda elastikliyi də mj'dir, çəkiyə bərabərdir. Onda m kvadrat j kvadrat böl 2K. Aha. Belə çıxdı ki, birinci halda M də K da yerindədir. Düsturda heç bir dəyişiklik yoxdur. İkinci halda K 2 dəfə artdığından belə çıxır ki, enerji 2 dəfə azalacaq əvvəlkinə nisbətən. Yəni 2 birdən kiçikdir, buna söz yox. 2 birdən kiçikdir, söz yox. Digər tərəfdən birinciyə gələndə M 2M'dir. Kvadratı eləyir 4 dəfə artım olur. K 2 dəfə 4 dəfə artıb 2 dəfə azalır, 2 dəfə artmış olacaq. 2 dəfə artmış olacaq. Mən deyirdim ki, 3 daha böyüdür. Yaxşı, başqa cür düşünsək, düstur bu uzanmanı tapası olsa, üçüncünün uzanması ilə birincinin uzanmaları eynidir. Kx kvadrat böl 2'ye girsək, yenə də 3 çoxdur, bəli. 3 çoxdur. 3 birdən çoxdur. 3 birdən çox olan variant var bizdə? Yoxdur. 3'ün birdən çox olan variantı yoxdur. Bir dənə B-də çoxdur. Nədir? Bir dənə B-də çoxdur. B-də çoxdur, B-də də 2'ni Ya D-də də çoxdur, amma xeyr. bərabər Başqa var ki, belə bir variant yoxumuz. Hə, indi sizin variantlarınızı eşidək, sonra yenə mən bir dəfə də izah edeyim. Sizin variantlar. Nə tapmışıq? Yoxsa heç yazmamışdıq. Mehdiyev. Mən də bu cür yanaşmışdım. Yox, nə cür yanaşsa yanaş bu cavaba çıxmaq lazım idi. Başqa cavabı yox idi burada. Yəni bunlar görünür ki, fizikanı düzəldənlərdə özə kobudluq var. Burada dəqiqliklə biz düzük. Başqa? Dəniz, sən nə etmişsən? müəllim, əgər
çəkilər nəzərə alınmırsa, 3 ilə 2 bərabər Yayın olur çəkiləri bildiğim nəzərə boyda. alınmır. Yayın. O Tam yüklərin test nəzərə alınmayan yaylar. Müəllim olar bir söz deyim. e, Mən burada fikirləşdim ki, e, burada elə bir ki, elastiklik qüvvəsi ağırlıq qüvvəsinə bərabərdirsə, aha, razıyam. ona görə də birincinin elastiklik, hə, yox. Hətta belə alınır məndə də, prosto mən burada elə bir birinci F-ləri müqayisə elədim. F1 bərabər oldu e, F2-yə, F2-yə, o da kiçikdir F3-dən. F3-dən daha kiçikdirlər, bəli. Özü 2 dəfə kiçikdirlər. Hə. Sorudan Bəlkə burada hara qaç, Müəllim, eyni bura gəlirdi. hara qaçsız əgər, qaçsız. Aha, buyur Hı. Soltan. əgər oradakı M-lərin, 2M, MM olanların çəkisi nəzərə alınmasaydı, onda necə olardı? Onda 3-ü də sıfıra düşərdi. Elastiklik qüvvəsi yaranmaz, potensial enerjilər də sıfıra düşərdi. Çatdı mı? Ümid Bəli, edirəm. müəllim. Yer səthindən H1 hündürlükdə sərbəst düşmə təcili J1 J0 bölü 4-dür. H2 hündürlüyündə J0 bölü 9-dur. H2 çıx H1-i tap. Yəqin biz bilirik ki, J bərabərdir J0 bölünsün 1 üstəgəl H bölü R-in kvadratıdır. Birinci halda 1 üstəgəl H bölü R-in kvadratı 4'dür. Birinci halda 4'dür yəni. Onda H buradan R-ə bərabərdir. Həll eləsəz misal. İkinci halda 1 bölü H bölü R-in kvadratı 9'dur. Kökə salıb 1 çıxsaz H 2R'dir. Birinci halda R'dir, ikinci halda 2R'dir. Və bizdən deyirlər ki, H2 çıx H1. 2R'dən R'i çıxırıq, cavab verir. Dəssalam. Keçdik növbətiyə. Elastiklik qüvvəsi üçün hansı doğrudur? Konservativ qüvvədir, doğrudur. Deformasiya zamanı yaranır, doğrudur. Elektromaqnit təbiətlidir, o da doğrudur. Nə oldu? Nə qədər doğru oldu burada? 1, 3, 4. Var elə cavab? Hə, varmış elə A-da. Özlərinə əziyyət vermirlər. Hamısını A yatırlar. Nədir? Ağırlıq qüvvəsinin təsiri nəticəsində cismin dayaq və axsiyə təsir edən qüvvə çəkidir. Çəkinin tərifidir uşaqlar bu. 14. Müəllim, elektromaqnit təbiətlidir nə deməkdir? Gözəl. Elektromaqnit təbiətlidir nə deməkdir? Ümumiyyətlə qüvvələr ola bilər, məsələn, qravitasiya təbiətli. Qravitasiya təbiətli odur ki, qravitasiyanın hesabına yaranır. Qravitasiya zərrəciyi gravityondur. Məsələn, ağırlıq qüvvəsi qravitasiya təbiətlidir. Onu yaradan sahə qravitasiya sahəsidir. Elastiklik qüvvəsini yaradan qüvvə molekulların bir-birini cəzb edib dəf etməsidir. Molekullar bir-birini niyə cəzb edir? Uzaq məsafədə olanda bunlar müsbət yüklüdür, nüvələri var və ətrafında mənfi yüklü elektronları var. Müəyyən bir məsafəyə ayrılanda bu mənfi yükləri müsbət nüvələr cəzb edir. Mənfiləri və bir-birinə yaxınlaşırlar. Əksinə çox yaxınlaşanda, özü nüvələri yaxınlaşdıranda bir-birinə, nüvələr bir-birinə yaxınlaşanda, onda o nüvələr bir-birini nə edir? İtələyir. Yəni nə çox yaxınlaşmağa qoymur, nə çox uzaqlaşmağa qoymurlar. Bunların arasında bunun hesabına yaranır elastiklik qüvvə. Elastiklik qüvvəsi deməli nəyin hesabına yaranır? Bu elektrik qüvvələrinin hesabına yaranır. Kulon qüvvəsinin hesabına yaranır. Və onda biz deyirik ki, bu elektromaqnit təbiətlidir. Məsələn, sürtünmə qüvvəsi də elektromaqnit təbiətlidir. Çünki sürtünmə qüvvəsi də bu molekulların bir-biri üzərində hərəkət edəndə bir-birini cəzb edib dəf etməsi hesabına yaranır. Razı mı yoxsa yox? Çəkinmə. Başa düşdüm müəllim. Yenə də uşaqlar suallarınızı verin. Burada bir şey deyil. Başa düşülməyəcəksə yenə deyirsiniz, yenə izah edəcəyik. Ağırlıq qüvvəsinin təsiri nəticəsində cismə dayaq və ya sket, bunu da elədik. 14. Şaquli aşağı yönəlmiş təcil hərəkət edən liftdə cismə təsir edən ağırlıq qüvvəsi. Ağırlıq qüvvəsi heç vaxt dəyişmir, mg-dir. Təcildən asılığı yoxdur. Eləyir 200 Newton.
Çəkin isə təcildən asılığı var. M vurulsun J çıxadır. Aşağı yönəlib təcil. 20 vurulsun 10 çıx 2 8. 20-də 8-ə vurduq 160. Yenə də A. Yaxşı. 15. Uşaqlar, skalar kəmiyyətdir. Kinetik enerjinin anlayışıdır. Sürət istiqamətində yönəlir. İstiqaməti varsa bu vektorialdan söhbət gedir. Sükunətdə olduqda sıfıra bərabər olur ikisi də. Dəyişməsi cismə təsir edən qüvvənin işinə bərabərdir. Qaldıq belə. Tamamilə şokda. Cismin kütləsi ilə düz mütənasibdir. Bu buranındır. Uşaqlar, bunu 4-ü mən məcburi bura atıram. O da məcburi. Deməli, 2, 5, 1, 4, 3, bilirsən, belə cavab var mı bizdə? 2, 5, 5. Cismin kütləsi ilə, hər ikisi, üzrən, 5 ortadadır. İkisində də var. 5 ortadadır. Deməli, 2, 3, 5. 2, 3, 5 fikrim 4-də qaldı deyənə. 1, 4. Deməli, 2, 1, 4, 3, 5. Variant yenə də A. Ancaq burada soruşarsan Süleyman, niyə şokdasan? Variant bölgüsünə görə A variantından neçədən ola bilər ki, maksimum? Belə deyək də 6-7 dənə. Uşaqlar, burada nə problemi oldu 4-də? Kim mənə deyər? Mən 4-də niyə problemli baxdım? Cismə təsir edən əvəzləyici qüvvənin işinə bərabər. Bəli, bəli. Kinetik enerjinin dəyişməsi, əziz tələbələr, kinetik enerjinin dəyişməsi cismə təsir edən əvəzləyici qüvvənin işinə bərabərdir. İstənilən qüvvənin işinə yox. Yəni, bu səbəbdən 4 doğru cavab deyil. Dəyişməsi cismə təsir edən əvəzləyici qüvvənin işinə bərabərdir. Məsələn, sürtünmə qüvvəsinin işinə bərabər deyil. Dartı qüvvəsinin də işinə bərabər deyil. Əfsuslar olsun ki, bunu nəzərə almayıblar. Kütlə ilə düz mütənasib P bərabərdir MV düsturda gedər. Həmçinin belə deyək, kinetik enerjinin MV kvadrat bölü 2 düsturda girər. Amma burada 5-də də problem var. İndi əfsuslar olsun ki, P bərabərdir MV-də vektorial kəmiyyətdir. Vektorial kəmiyyət düz mütənasibdir anlayışı yoxdur vektorial kəmiyyətlər üçün. Yəni, tərtibçi sağ olsun, sözləri dəqiq qoymayıb. İnşallah öyrənər. Kub formalı cisim üfüqi müstəvidə sürüşür. Kubu tilin uzunluğu 2 dəfə kiçik olan eyni materialdan hazırlanmış kubla əvəz etdikdə sürtünmə əmsalı necə dəyişər? Sürtünmə əmsalı, əziz tələbələrim, həndəsi ölçüdən asılılığı yoxdur. Yalnız materialın növündən asılıdır. Həndəsi ölçüdən asılılığı olmadığına görə dəyişməz. Keçdik növbətiyə. 17. Verilmiş radiuslu çevrə üzrə fırlanan cismin kinetik enerjisinin tezlikdən asılı qrafikini müəyyən edin. Uşaqlar, verilmiş radiusda fırlanan cismin kinetik enerjisinin tezlikdən asılılığını. MV kvadrat bölü 2-dir. V-nin yerinə də 2πnr-dir. 2πnr-in də kvadratı 4pi kvadrat n kvadrat r bölü 2. Yəni kinetik tezlikdən kvadratik asılıdır. A bəndi. Bu da uşaqlar deyərsiniz, burada növ yazıblar. İndi heç olmaz. Qoy biraz cavanlıq eləyiblər. Çevrədə tezlik n hərfi ilə işarə olunub. Amma yəni elə bir ciddi problem deyil. 18. Hansı cihazın iş prinsipi Hooke qanununa əsaslanır? Dinamometrin. Dinamometrin iş prinsipi Hooke qanununa əsaslanır. Növbəti, əgər etiraz yoxdursa, davam edirik. Mühərrikin gücü var. Su nasosu 80 ton suyu 6 metr hündürlüyə 8 dəqiqəyə qaldırır. Faydalı iş əmsalını tapın. Deməli, uşaqlar, faydalı iş MGH ilə tapılacaq. M bizdə 80 mindir. Ton 1000 kilo. Vur 10 üstü 100. Vur 10. Haşımız da bizim nə qədərdir? 6 metrdir. Bu da eləyir
Deməli 4, 48 vur 10 üstü 5 joule. Tam iş P vur T'dir. P gücdür. 40 kilowattdır. 20 kilowattdır. 20 vurulsun 10 üstü 3. Zamanda 8 dəqiqədir. 8 vurulsun 60. Bu da eləyir 96 vurulsun 10 üstü 5. Faydalı iş əmsalı da A faydalı böl A tam. A faydalı böl A tam vur 100%dir. 48 96'ya bölüp 100'e vursaq 50%. Ümid edək. Müəllim, Bəli, buyurun. mənim kimyam başlayır, çıxa bilərəm? Çıxa bilərsən də. Sağ olun. Oldu gözəl. 20. Müəllim, bir dənə sual verə bilərəm. De gözəl. Fiya ilə olan suallar var ya, əslində topluda daha çoxdur. Orada mən bilmirəm ki, faydalı hansını yazmalıyam ya da tamam. Gözəl işləri hesablaya bilirsənsə, burada elə bir böyük problem olmayacaq. Nə problem olmayacaq? Sən iki dənə qiymət hesablayırsan. Biri böyük olacaq, biri kiçik olacaq. Böyük Amma düstur tapmaq da var. düsturları deyirsən təyin edə bilmirəm. Bax, burada prinsip nədən ibarətdir? İşi görən var və nəticə var. Nəticə faydalıdır. İşi görən tamdır. İndi baxaq. Mühərrik nasosdur. Suyu harasa vurur. İşi görən nədir? Mühərrik. Nəticədə su harasa bir çənə vurulur. Demək, bu çənin dolması ya harasa qaldırırsansa suyu, bu sənin nəticəndir. İşi görəni isə mühərrikdir. Aha. Deməli, mən başa düşdüm ki, mühərriklə bağlı olan şey tam işi verəcək. Yəni, bu halda, bu şərtdə. İşi mühərriklə bağlı. Mühərrikin nəyi var məndə? Gücü. Mühərrikin işi necə tapa bilərəm? Güclə iş arasında nə əlaqə var? Gücün zamana hasilidir. Tam işi tutdum. Gücün zamana hasili. İndi qaldı faydalı işi tapmaq. Nədir faydalı iş? Mən nəyə qarşı iş görürəm? Ağırlıq qüvvəsinə qarşı iş görürəm. Ağırlıq bizi cismi aşağı dartır. Biz isə sistemi yuxarı qaldırırıq. Ağırlıq qüvvəsinə qarşı iş görürük. Yaxşı, mən ağırlıq qüvvəsinə qarşı iş görürəmsə, onda ağırlıq qüvvəsinin işi nə idi? MGH. Yəni, faydalı işimdə bu MGH-dır. Çatdımı Məmmədova necə fikirləşirik ümumi prinsip? Başa düşdüm. Ümid eləyək uşaqlar. Bunu da bir neçə dəfə məşq elə Məmmədova testlərin içində ki, iş görən hansıdır. Sonra cavabları yoxla, görürsən düz alınır. Yaxşı. 20. Yaya təsir edən qüvvə 2 dəfə azalarsa, yayın sərtliyi dəyişməz. Potensial enerjinin də düsturu F kvadrat bölü 2K'dır. Kvatik asılı 4 dəfə azalar. Dəyişməz 4 dəfə azalar. Deməli, bizdə deyiblər ki, 600 kilometr məsafədə radius var. Yerin səthindən 600 kilometr məsafədə sönük peykin sürəti 4-dürsə, həmin hündürlükdə sərbəst düşmə təcilini hesablayın. Uşaqlar, biz belə hesablaya bilərik də. V bərabərdir kökün altında R vur R plus H. Belə bir düsturumuz var bizim. V-nin yerində durub 4. Sərbəst düşmə təcilini bilmirik. Amma biri burada 3400'dür, biri də 600'dür. Bunları toplasaq 4000, amma elə kilometr də var da burada. 3 dənə də oradan sıfır çıxır. 4 milyon metr. Bunu indi kökə salası olsaq, ya da kvata yüksəlsək hər iki tərəfi, J vurulmuş 4 vurulsun 10 üstü 6 bərabərdir. Bu da 4 kilometrdir. Uşaqlar, kilometr yenə də 10 üstü 3'dür. Bunu da kvata eləyəcək 16 vurulsun 10 üstü 6. 10 üstü 6'lar hər iki tərəfdən gedəcək. 16'ını da 4'ə böləcək. 4. Y bəndi. Ümid edək çatdı. Keçdi növbətiyə. 22. Cisim sükunət vəziyyətindən əvvəlcə bərabər yeyinləşən, sonra isə bərabər sürətlə hərəkət edir. Hansı qrafik kinetik enerjinin yoldan asılılığını verir? Aha. Deməli, birinci yeyinləşən getmişik. Sonra bərabər sürətli getmişik. Aha. Deməli, bizi bunu necə verməli?
Bərabər sürətli hal üçün problem deyil. Bərabər sürətli halda kinetik enerji dəyişəsi deyil. Yəni bu səbəbdən də yolun arta-arta getməsi kinetik enerjini dəyişdirməyəcək. Yəni bu variantdır, bu variantdır. Sonra başqa əcaib variantlar. Bizdə sənə başqa variant varmı bizdə? Hə, Y variantıdır, qırılır. Bu üçü deyil. Amma indi bizi birinci hal maraqlandırır ki, bəs yaxşı, sükunət vəziyyətindən bərabər yeniləşən hərəkətə gedirik. Yolun düsturu nədir sükunət vəziyyətindən başlayan hərəkətdə? AT kvadrat bölü 2-dir. Aha, bərabər yeniləşəndə A sabitdir. Bəs kinetik enerjinin düsturu nədir? MV kvadrat bölü 2-dir. Bərabər yeniləşən hərəkət üçün V-nin düsturunun yerinə AT yazmaq olar. Bu da olar A kvadrat T kvadrat bölü 2. Hə, buradan yuxarıdan T kvadratını tapaq, qoyaq aşağıda yerinə. T kvadrat orada 2L bölü A olur. Olur M kvadrat A kvadrat vur 2L bölü A böl 2. 2'lər gedir. A'lar gedir. Qalır M, A, L. Yəni onsuz da biz bu kinetik enerjinin Fs düsturu görülən işə çıxmalıyıq. M, A, L. Deməli, kinetik enerji də L ilə necə mütənasibdir? Düz. Deməli, birinci düz, sonra sabit. Variant A. Keçdik növbətiyə. Ümid edək ki, bizim o əvvəlki yazımız da getdi. 23. Deyirsən, bu yazılıb 2 metr saniyə təcili hərəkət edən cismin kinetik enerjinin zamanın asılı qrafikinə əsasən əvəzləyici qüvvəni tap. Təcilimiz var. Kinetik enerjinin zamanın asılığı niyə belədir? Uşaqlar, kinetik enerji üçün biz bayaq zaman asılıq verdik. Sükunət vəziyyətindən başlayıb, çünki sürət avtomatik sıfır olub əvvəlcədən. Bu M V kvadrat bölü 2 idi kinetik enerjinin düsturu. V'nin də yerinə AT yazsaq, A kvadrat T kvadrat bölü 2. Yəni belə çıxır ki, kinetik enerji kvadratik asılıdır. A'nın yerinə 2 qoysaq, M vur 2'nin kvadratı 4 vur T'nin yerinə 2 qoysaq, o da 4 bölü 2 bərabər olar 800'də. Buradan M vurulsun 8 800'dür. M 100 kilodur. Cisim 100 kiloluq cisimdir. Əvəzləyici qüvvə də F bərabərdir MA-dır. M-in yerində 100'dür, A-nın da yerində 2'dir. Cavab 200. Bu şəkildə tapmaq olar. Keçdik növbətiyə. 24. Kütlə 4 kiloqram olan 28 Newton qüvvənin təsirlə bu qədər təcilli hərəkətə başlayır. Səthlə sürtünmə qüvvəsi əmsalını tap. Uşaqlar, bizdə sistemdə sürtünmə qüvvəsi geriyə təsir edir. Əvəzləyici qüvvə bir tərəfdən MA-dır, digər tərəfdən də F sürtünmədir. F sürtünmənin də yerinə yazmaq olar μmj. Hamısını qoyaq yerinə. M-in yerinə 4, A-nın yerinə 2, F-in yerində 28. Mü'nü bilmirəm. M-in yerində 4, J-nin yerində 10. Onda 28 çıx 40 mü bərabərdir 8'ə. Buradan 40 mü 20'dir. Mü 2'də 1'dir. Yəni 0.5'dir. Sonra 25. Hansı ifadələr doğrudur? Elastiklik qüvvəsinin işi mənfidir. Deməli, uşaqlar, elastiklik qüvvəsinin işi mənfidir. Yəni, elastiklik qüvvəsi hara təsir edir ümumiyyətlə? Biz bilirik ki, tutaq ki, cisim özü aşağı gedir. Elastiklik qüvvəsi yuxarı təsir eləsə, cisim aşağı gedir, elastiklik qüvvəsi yuxarı təsir eləsə. Bu zaman iş mənfi olur. Yayın potensial enerjisi yay getdikcə uzanır. Yayı uzandığına görə aydındır ki, onun potensial enerjisi artacaq. Kx kvadrat bölü 2'ye görə. Deməli, potensial enerji azalır, sərtdir. Potensial enerji artır. Sərtlik kiçik deformasiyalarda dəyişmir. 2 var, 4 var. Yaranan elastiklik qüvvəsi dəyişmir. Yaydakı elastiklik qüvvəsi artır. Çünki yayın uzanması artır. Deməli, onda belə çıxır ki, 2, 4, 6. 2, 4, 6. Yenə də etiraz edə bilərsinizsə, başa düşməmək, qaranlıq qalan hissə. Keçdik. Cisimlər qeyri-elastiki toqquşmasından sonra toplam kinetik enerjilərini hesablayın.
Qeyri-elastiki toqquşandan sonra bunlar birləşib bir gedəcəklər. Əks istiqamətdə getdiklərinə görə bunların sürəti düsturu toqquşmada M1 V1 çıx M2 V2 böl M1 üstəgəl M2-dir. Yəni 15 vur 3 5 vur 3 15 çıx 10 böl 5 eləyəcək 1. Sürətimiz 1-dir. Və ikisi birləşib gedirlər. Kütlələr də olur 5 kiloqram. Onda kinetik enerji mv kvadrat bölü 2-dir. 5 vur 1-in kvadratı bölü 2. 2 onda 5 çox. Vəssalam. 2 onda 5 çox. Keçdik 27-yə. Cisim şaquli istiqamətdə hərəkət edir. Deməli, MJ-dən böyük olması üçün təcil yuxarı olmalıdır. Gəlin birinci aydınlaşdıraq. MJ-dən kiçik olması üçün təcil aşağı olmalıdır. MJ olması üçün təcil 0 olmalıdır. Cisim dayaqla birlikdə yuxarı və yeyinləşən. Yuxarı gedirik, yeyinləşən hərəkətdə təcil və sürət eyni istiqamətlidir. Deməli, A birincinindir. Cisim dayaqla birlikdə yuxarı, amma yavaşlayan gedirsə təcil aşağıdır. Sürətin əksinə yönəlir. B bunundur. Cisim sərbəst düşürsə çəkisi 0-dır. Cisim aşağı bərabər sürətlə hərəkət edir. Yenə də, üzrəm, çəkisi 0-dır, amma bizə çəki MJ veriblər. S bəndi bunun deyil. Bərabər sürətlə hərəkət edir, təcil 0-dır. D bunundur. Aha, S isə sərbəst düşən ikinciyə gedir. Çəki 0-dırsa da MJ-dən kiçik olacaq da uşaqlar. 0 buranındır. Və dayaqla birlikdə aşağı bərabər yavaşlayan. Aşağı gedirik, amma yavaşlayan gediriksə təcil yuxarıdır. Y də bunundur. 1-ə AY, 2-yə BS, 3-ə D. S-ni yazmaq nə dərəcədə doğrudur? Yazmayıb P MJ-dən kiçikdir. Elə deyil. 0-da Hə. MJ-dən kiçikdir də. Burada nəyə etiraz edirik? Elə deyil. P bərabər 0 yazardılar da. MJ-dən kiçik yazmağı da səhv deyil ki. C bəndə orandır. Aha, görürsən, çaşdırıcı bir sual və iş deyil. Mənim cavabda S-ni verməyiblər ona görə. Yox, C verilməlidir. Nətər verilməlidir? Cisim sərbəst düşürsə, onun təcili haradır? Təcil haradır? Yaxşı, belə deyək. Təcili aşağı. Aşağı olur. PMJ-dən nə vaxt aşağı olur? Az olur. Təcil aşağı olur. Da. Demək, C bəndə açıq aydın oraya gedir də. İstəyir Tamam. versin, istəyir verməsin. Yenə də etirazınızı eşidirəm, uşaqlar, əsaslandırın fikrinizi, mən razılaşım. Yəni 0 MJ-dən kiçikliyib nəyi pozur ki? Pozmur da qanunu. Elə deyil. Sərbəst düşürsə çəki var orada. Çəki 0-dır. P cismin çəkisidir, çəki də 0-dır. Çəki 0-dır və 0-da MJ-dən kiçikdir. Bizim birə Y yazmışdı. Sürət aşağıdır. Bir dəqiqə. Yeyinləşən deyil, hə, üzr istəyirəm. Yeyinləşən deyil. Burada mən yavaş oxumuşam. Olur. Hə, yeyinləşəndirsə bu sürət bərabər aşağı, bərabər yeyinləşənsə təcil aşağıdır. Düz deyirsiniz. Hə, burada etiraz oluna bilər ki, bu Y də buranındır. Y də buranındır. Hə, indi etiraz. Yaxşı. Yəni bir dənə yerdə etiraz edə bilərsiniz ki, uşaqlar şəmsiyyənin etirazı ki, müəllim çəki 0-dır. Çəki 0-dırsa çəki yoxdur. Çəki yoxdursa P işarələməsi doğru olmaz, amma biz fizikada görmüşük də yazıblar çəki bərabərdir 0. Yəni var da. Olmayan şey 0-a bərabər ola bilməz axı. Keçdik növbətiyə. Əgər aydındırsa etiraz eləmirsinizsə. Oyuq soxu boyunca hərəkət edən cismin kütləsi 1 kiloqramdır. Cismin təcilinin proyeksiyasından zamandan asılığı verilib və zamandan asılıq verilərkən nə istəyib bizdən? Cismin 6 saniyə ərzində necə hərəkət edir? İlk 6 saniyədə, ilk 4 saniyədə bərabər yeyinləşən hərəkət edir. Sonraki 2 saniyədə bərabər yavaşlayan hərəkət edir. Bərabər yavaşlayan tormozlayır sonra. Ümid eləyə bu çatır.
6 saniyə müddətində cismə təsir edən əvəzləyici qüvvənin işi. Aha. Cismin kütləsi neçə veriblər? 1 kiloqram. Aha. Əslində əvəzləyici qüvvənin işini təyin etmək üçün uşaqlar, əvəzləyici qüvvənin gördüyü iş, bilirsən kimlərsə nəsə yazıb? Nərminə bizə düzdür yazıb ki, mənim 4-cü qrup 20 sınaqda çox səhv var. 1-ci qrup kitabında düzəldiblər, amma mən uşaqlar 1-ci qrupu təqribən görmüşəm. 1-ci qrupda da səhvlər var. Düzdür, 4-ü görməmişəm, amma 1-də də səhvlər var. 1-də də səhvlər var. Aha. Hələ düzəldiblərsə lap gözəl. 6 saniyə müddətində cismə təsir edən əvəzləyici qüvvənin işini. Hə, bu daha maraqlı sualdır uşaqlar. Biz nə edə bilərik? Əvəzləyici qüvvənin işini tapmaq üçün ilk olaraq sürətin dəyişməsini təyin edirik. Sürət V bərabərdir A sıfırdan başlayıb sürət. Bu başlanğıc sürət sıfırdır. Sonra AT düsturu ilə ilk 4 saniyədə başlamışıq sürət yığmağa. A'mız olub 4, T'miz olub 4. Almışıq, çatmışıq 16-ya. 16-ya çatandan sonra V bərabərdir. Artıq təcilin proyeksiyası mənfi 2-yə düşüb. Deməli, çıxılıb burada artıq sürət. V0 çıx AT olub. V0-mız olub 16, başlanğıc sürətimiz 16. Təcilimiz olub 2 və 2 saniyə keçib bu. 16-dan da 4-ü çıxırıq, alırıq 12. Yəni, bizim son sürətimiz düşüb 12-yə. 12-yə. Hə, son sürətimiz 12-dədir. Başlanğıc sürətimiz 0-dadır. Əvəzləyici qüvvənin gördüyü iş kinetik enerjinin dəyişməsidir. O da son kinetik enerji çıx başlanğıc kinetik enerjidir. Başlanğıc kinetik enerjimiz 0-dır. Sükunətdən başlamışıq. Hərəkətə başlayan deyir. Hərəkətə başlamışıqsa sükunətdən başlamışıq. M bizdə 1-dir. V'miz tapdıq ki 12-dir son sürətimiz. Kvadrat bölü 2. Bu da elədi 72 oldu. Yəni bu maraqlı idi daha. Ümid edirəm siz də tapmışdınız bunu. Və 30. 30-da nə istəyib? Koordinat oxlarla kəmiyyəti cismin impulsunun zamandan asılılıq qrafikini istəyir. İmpulsun zamandan asılılıq qrafiki P bərabərdir MV düsturuna əsasən. M özünü necə aparıbsa, burada da V özünü necə aparıbsa M də elə özünü aparıb. Yəni ilk 4 saniyədə impuls çatıb 16-ya. Bu qrafiki belə çəkirsiniz. Sonraki 2 saniyədə impuls düşüb 12-yə. Niyə sürətlə eyni olub? M1-dir. Və grafikdə dəqiq çəkmək lazımdır ki, tam bal verilsin. Aha. Bunun da göstəricisini dayandıraq və sonra sizdən soruşa görək nə yazdınız.